Alıcılıq qabiliyyəti paritetinə əsasən Azərbaycan manatının ABŞ dolları qarşısındakı məzənnəsi 0,47 olub. Yenavaz.com xəbər verir ki, bu barədə məlumat Beynəlxalq Valyuta Fondunun açıqladığı son hesabatda yer alıb. Qeyd edək ki, AQP-yə əsasən müəyyən edilən məzənnənin 0,47 olması o deməkdir ki, ABŞ-də 1 dollara alına biləcək məhsulları Azərbaycanda 0,47 manata almaq mümkündür. Açıqlanan son rəsmi məlumata görə bu ilin yanvar-mart aylarında Azərbaycanda orta aylıq nominal əmək haqqı 1151,5 manat olub və ya mövcud məzənnə ilə hesabladıqda 677 dollar təşkil edib. Orta aylıq nominal əmək haqqını AQP-yə görə hesabladığımız zaman isə Azərbaycanda orta aylıq əmək haqqı 2450 dollara bərabər olur. Müqayisə üçün bildirək ki, Beynəlxalq Valyuta Fondu AQP-yə əsasən Ermənistan milli valyutası dramın ABŞ dolları qarşısındakı məzənnəsini 148,64 olaraq göstərib. Yəni ABŞ-də 1 dollar alınacaq məhsulları Ermənistanda 148,64 drama almaq mümkündür. Ermənistanda orta aylıq əmək haqqının bu ilin mart ayında 329,166 dram olduğu açıqlanıb. Bu isə o deməkdir ki, AQP-yə görə hesabladığımız zaman Ermənistanda orta aylıq əmək haqqı 2214 dollara bərabər olur. Digər qonşumuz Gürcüstanda isə orta aylıq əmək haqqı 2466,2 lari olub. Beynəlxalq Valyuta Fondunun Gürcüstan larisi üçün AQP-yə əsasən açıqladığı məzənnə isə 0,92 olub. Bu isə o deməkdir ki, AQP-yə görə hesabladığımız zaman Gürcüstanda orta aylıq əmək haqqı 2681 dollara bərabər olur.